Salam, Goldmaster Tədris Mərkəzi. Bugün sizlərə xeyir və zərər məsələlərinə aid bir məsələnin izahını verəcəyəm. Keçək məsələnin şərtinə. Deyir ki, mal almaq üçün bazara gedən Akif əmi qiyməti 30 manat olan və içində 10 kiloqram pomidor olan yeşiklərdən 12 dənə alır. Akif əmi bu yeşikləri daşımaq üçün 20 manat taksiyə verir. Buna görə Akif əminin pomidorların hamısını sataraq 160 manat xeyir əldə etməsi üçün 1 kiloqram pomidoru neçə manata satmalıdır? Əvvəla qiyməti neçə manatdır? Qiyməti 30 manatdır. 30 manatdan nə qədər alır? 12 dənə alır. Deməli 360 manat nə edir? Buna pul verir. Əlavə cibindən 20 manat da hara vermiş olur? Taksiyə verir. Eləyir neçə? 380 manat. Bir də bu 160 manat xeyir əldə etmək istəyir. O zaman 380 manat üstə gəlsin neçə? 160 manat. Bərabərdir neçə elədi? 540 manat edir də. Ümumidə 540 manatdır. İndi 10 kiloqram pomidordur. 12 dənə yeşik alır. Onu vuraram nəyə? 12-yə. Edir 120. 120-ni 120 kiloqramı da 120 kiloqram mən neçə manatdan satsam, tutaq ki bir x manatdan satsam, neçə manat burada gəlir əldə etməlidir? 540 manat gəlir əldə etməlidir. O zaman da x bərabərdir 540-ı bölərəm neçəyə? 120-yə. O da eləyir neçə? 9 bölünsün ki, sıfırlar getdi. 6-ya xəsarlədim. O neçəyə bərabərdir? O da bərabərdir 4,5 manata. Deməli, Akif əmi 1 kiloqram pomidoru 4 manat 50 qəpiyə satsa, nə edir? 160 manat xeyir əldə edər.